Bugünkü xutbəmizin ünvanı tövbənin fəziləti və qəbulunun əlamətləri haqqında olacaq. Möhtərəm qardaşlar, insan zəif yaradılmışdır, xətalara və günahlara meyillidir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Kullu bəni Ədəmə xatta və xayrul xattainə ət-təvvabun. Bütün Adəm övladı xətəkardır. Xəta edənlərin ən xeyirlisi isə tövbə edənlərdir. Allah Azze və Cəllə Quran-ı Kərimdə və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm bir çox hədislərində tövbənin əhəmmiyyəti, fəziləti və tövbənin şərtləri və qəbulunun əlamətləri haqqında bilgi vermişdilər. Möhtərəm və əziz qardaşlar, uca olan Allah xəta eləyənlərə, günah eləyənlərə tövbə qapısını açmışdır. Nəinki sadəcə açmaq, tövbə etməyə dəvət etmişdir. Nəinki sadəcə tövbə qapısını açmaq, tövbəyə dəvət etmək, hətta səmimi və şərtləri ilə tövbə edənlərin tövbələrini qəbul edəcəyini uca Allah bildirmişdir. Allah Quran-ı Kərimdə buyurur, Qul ya ibadiyəl-ləzīnə əsrafu alə ənfusihim la təqnatu min rəhmətillah. İnnəllaha yəğfiru zunubə cəmi'a. De, ey günahlara yol verməklə nəfsinə zülm etmiş bəndələrim, Allahın rəhmətindən ümidinizi kəsməyin. Həqiqətən Allah bütün günahları bağışlayandır. Başqa bir ayədə uca olan Allah buyurur, وَتُوبُوا إِلَى اللّٰهِ جَمِيعًا اَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ. Ey müminlər, hamınız uca olan Allah'a dönün, tövbə eləyin, etdiyiniz günahlardan peşman olun. Allah bütün günahları bağışlayandır. Başqa bir ayədə uca olan Allah tövbə edənləri xüsusi ilə sevdiyini bildirmiştir. Allah Quran-ı Kərimdə buyurur, İnnallaha yuhibbut tevvabine ve yuhibbul mutatahhirin. Həqiqətən Allah tövbə edənləri və həmçinin günahlardan və hissi pisliklərdən çəkinənləri sevər. Muhammed sallallahu aleyhi və səlləm isə buyurur, Ey insanlar, uca olan Allah'a tövbə eləyin. Mən bir gündə 100 dəfə Allah'a tövbə eləyirəm. Ona görə elm əhli buyurur ki, tövbə etmək, Allah'a dönmək, insan etdiyi xətalarından peşman olmaq sadəcə günahkarlara aid deyil. Tövbə etmək həmçinin peyğəmbərlərin və həmçinin salih insanların gerçəkləşdirdiyi ən böyük ibadətlərdənidir. Möhtərəm və əziz qardaşlar, şeytanın insana ən böyük hücum etdiyi nöqtələrdən biri budur ki, insan hər tövbə etməkdən, hər Allah'a dönməkdən fikirləşdiyi zaman ona yaxınlaşıb der ki, artıq sən o qədər günah eləmişsən ki, Allah səni bağışlaması mümkün deyil və insanları məyusluğa, ümidsizliyə sövq eləyər. Və yaxud da hər tövbədən fikirləşdikdə, Allah'a döndükdə və yanlışlarından qayıtmaq istədikdə, şeytan gəlib sənə deyər ki, hələ tezdir, birazdan və yaxud da daha sonra tövbə eləyərsən, hələ zamanın da var, Allahın rəhməti də böyükdür. İnsanı beləliklə oyalayar, ta ölüm gəlib insanın sinəsinə çökənə kimi. Şeytanın ən böyük arzularından biri insanların tövbə etmədən uca olan Allah'a dönmələridir. Yəni, günahkar şəkildə ölmələridir. Ona görə əziz qardaşlar, bizdən heç birimiz bu cümə xutbəsindən sağ çıxmağımıza garanti yoxdur. Sabaha çıxmağımıza garanti yoxdur. 5 dəqiqə sonra başımıza nə gələcəyini bilmirik. Ona görə sadiq mömin, doğrudan Allah'a inanan insanda 3 təməl prinsip olması şərtdir. Birincisi, günahlardan çəkinmək. İkincisi, günahlara düşdüyü zaman tövbəni gecikdirməmək. Üçüncüsü isə şərtləri ilə səmimi şəkildə etmək tövbə etdiyimiz zaman. Əziz və möhtərəm qardaşlar, bir xəta elədiyiniz zaman, bir günah elədiyiniz zaman şərtlərə uyğun tövbə edin ki, Allah onu qəbul eyləsin. Şərtlərə uyğun tövbənin 4 dənə şərti var və yaxud da qəbul olunan tövbənin 4 dənə şərti var. Birincisi, etdiyin günahı anında tərk eləmək. Bir günahı sən tərk eləməyi düşünmürsənsə,
tövbəndə sən dürüst və sadiq hesab olunmursan. Birinci, tövbəni tərk eləməlisən. İkinci, birincisi, tövbəni qardaşlar, etdiyin yanlış günahı tərk eləməlisən. Etdiyin yanlışı, etdiyin günahı tərk eləməlisən. İkincisi, etdiyin günaha görə peşman olmalısan. O peşmançılıq hissin səndə mütləq olmalıdır. Üçüncüsü, o günaha bir də dönməməyə söz verməlisən. Dördüncüsü isə, əgər insan haqqı varsa, kiminsə haqqına girmişsənsə, onun mütləq haqqını qaytarmalısan. İnsan haqqı qardaşlar ən təməl şeylərdən biridir. Çünki birinin namusuna toxunub, o birisinin malını oğurlayıb, başqasının haqqına girib, sonra bir köşəyə çəkilib də mən tövbə edirəm demək şansı yoxdur. İnsanların namusları da haramdır, insanların malları da haramdır, insanların canları da haramdır. Yəni sən bir insanın nə namusuna, nə malına, nə də canına toxuna bilmərsən, bu hamısı qırmızı xəttir. Əziz və möhtərəm qardaşlar, biz yanlışlarımızı başa düşdük və tövbə etdik. Acaba biz etdiyimiz tövbəni Allah qəbul etdimi, qəbul etmədimi, bunu bilə bilərikmi? Bəli, bunu bilə bilərik qardaşlar. Bunun bəzi əlamətləri var. Bu əlamətlərdən birincisi, tövbə edən insanın halı tövbədən öncəki halından daha yaxşı olması. Yəni, sən tövbə etdikdən sonra daha yaxşı insan olursan, daha əməli salih olursan, daha Allahdan çox qorxursan, daha çox pisliklərdən uzaqlaşırsan, halın bu şəkildə dəyişməsi etdiyin tövbənin qəbulunun əlamətlərindəndir. Həmçinin ən bariz elm əhlinin zikr etdiyi əlamətlərdən biri, sən pis insanlardan, günahları küçümsəyənlərdən, Allaha asilik edərkən utanmayanlardan uzaq durmağındır. Sən tövbədən sonra yenə o insanlarla oturub durdunsa, tövbəyin qəbul olunmamağının əlamətlərindən ola bilmək ehtimalı var. Ona görə qardaşlar, insan doğularkən zinanın nə olduğunu bilməz və yaxud da zinaya meyilli olmaz, oğurluğa meyilli olmaz, sərxoş edici içkilərə meyilli olmaz, oğurluğa meyilli olmaz, adam öldürməyə meyilli olmaz, insanların namusunu kirlətməyə meyilli olmaz. İnsan nəhayət bu günahları eləyən insanlarla oturub durduğu zaman bu pislikləri öyrənir. Ona görə qardaşlar, insanın sağlam və sabit qalmağının ən təməl yollarından biri o günahları və pislikləri edənlərdən uzaq durmaqdır. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kişi dostunun dinində olar. Sizdən biriniz baxsın, kiminlə dostluq eləyir. Uca Allah'tan gözəl adlarıyla, uca sifətlərilə diləyirəm, cümləmizi sadiq tövbə edənlərdən eyləsin. Və aqulu mə təsma'un və əstəğfirullahil azimə li və ləkum və lisəiril muslimin min kulli zəmbə fəstəğfiruhu innəhu huvəl ğafur rahim.